Mən Abbasov Xaqani Bayraməloğlu, Ağdam rayonunun Qiyaslı kəndinin sakiniyəm. 33 ildir kəndimdən, elimdən, obamdan, rayonundan didərgin düşərək bu vəziyyətdə qəzalı, uçurum vəziyyətdə olan bir Sovet hökumətinin dövründən qalmış bu xaraba binada yaşayıram. Məlumat verərək bildirirəm ki, Ağdam rayonu Möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında 3000 şəhid verməklə Ağdam rayonunu, eləcə də bütün Qarabağımızı biz düşməndən azad etdik. Artıq 6 ildir biz müstəqil şəkildə öz torpaqlarımızda yaşayırıq. Ancaq mən ikinci dəfə yenə də bildirmək istəyirəm ki, mən birinci qrup əliləm. Orqanizmin funksiyasını 81-100% dərəcəsində itirmiş bir xəstəyəm. Böyrək transplantasiyası, mənə böyrək köçürülübdür. İnfarkt xəstəsiyəm. Ağır təzyiqdən əziyyət çəkən insanım. İndi sizlə hal-hazırda 200 təzyiqlə mən sizlə söhbət edirəm. Mən 150-160-a qədər dövlət başçımıza, Nazirlər Kabinetinə, Milli Məclis aparatına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ağdam rayon İcra Hakimiyyətinin başçısına, Qaçqın və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin sədri Rövşən Rızayevə ümumilikdə 150-160 ədəd mən müraciət ünvanlamışam. Müraciətlərimdə mənim bütün əlillik sənədlərim, bütün ailə vəziyyətim, hamısı yazılmaqla mən xahiş eləmişəm ki, mənim vəziyyətimi nəzərə alın. Məni Ağdam şəhərində, hansı ki, bugünkü gün 700-dən çox ailə köçürülür. Məni Ağdam şəhərində xəstəxanalara, apteklərə, təcili tibbi yardımlara məsafəsi az olan yerlərdə məni evlə təmin edin, bina evi ilə təmin edin. Artıq mənim yaşayışım kənd şəraitinə yaşamaq, mənim fiziki sağlamlığım kənd şəraitinə yaşamağa əl vermir, imkan vermir. Baxın mənim qollarıma, baxın mənim vəziyyətimə. Mən utanıram, bütün bədənimi göstərə bilmirəm. Mən danışdığıma baxma. Zaten mənim cismim danışır. Mənim qəlbim yoxdur. Yoldaşım öz böyrəyinin birini mənə veribdir, mən həyatda qalmağım üçün. Yoldaşım qalıb tək böyrəklə, özüm tək böyrəklə. Əziyyət çəkirik. Burada nə qaz yoxdur, nə su yoxdur, heç nə yoxdur. Heç nəyin yoxdur. Bir baxın, bir görün, mən dövlət orqanları, baxın görün, mən nəyə müraciət edirəm. Mən bütün müraciətlərdən sonra artıq sanki bir vətəndaş kimi, unudulmuş bir insan kimi qalmışam. Cənab Prezidentimizdən mən xahiş edirəm, dönə-dönə ki, xahiş edirəm, məni evlə təmin edin. Təcili sürətdə Ağdam şəhərində mənə bina evinə təmin olunsun. Çox təəssüflər olsun ki, bütün dövlət orqanlarına yazdığım çox sayılı məktubları şikayət elədiyim, hansı ki, Qaçqın Komdan etdiyim, şikayət elədiyim tərəfə göndərirlər. Mənim məktublarımı bütün dövlət orqanları, başdan Milli Məclis, Nazirlər Kabineti, Prezident Administrasiyası olmaq şərti ilə mən şikayətçi ola şikayət elədiyim tərəfə mənim məktubumu təzdən göndərirlər, onlar da mənə imtina cavabı verir. İmtina cavabında ancaq kənd qeydiyyatını əsas götürürlər. Çox təəssüflər olsun ki, mənim əlilliyim nəzərə alınmır. Acınacaqlı bu vəziyyətdə yaşadığım nəzərə alınmır. Mənim heç nəyim orada nəzərə alınmır. Amma hansı ki, Azərbaycan Respublikasının əlillərin sosial müdafiəsi haqqında qanunu var. Bunlar nəzərə alınmır. Nəinki nəzərə alınmır, heç adlarını da çəkmirlər. Mənlə sağlam insan kimi davranırlar. Müraciətlərim, haqqım mənim kobud sürətdə pozulur. Kobud sürətdə pozulur. Mən bütün dövlət orqanlarını xəbərdarlıq edirəm. Artıq mənim səbir kasam tükənibdir. BMT Təhlükəsizlik Şurasının əlillərlə bağlı qanunları var, qərarları var. Dövlətimizin konstitusiyası var, əlillərlə bağlı qanunlar var, qərarlar var. Bütün bunları nəzərə alın. Mənim məktublarıma səthi qaydada cavab verməyin. Mən məcbur olub bu çıxışımdan sonra artıq xarici dövlətlərin dövlət başçılarının köməyimə etmək istəyirəm. Mənə kömək etmələri üçün müraciət etmək istəyirəm.
Mən bu müraciətləri əgər edəcəmsə, Azərbaycanın imicinə xələl gətirmək üçün yox, sadəcə olaraq öz haqqımı tələb etmək üçün edəcəm. Bütün dövlət orqanları qulaqların açsın, eşitsin. Artıq yorulmuşam. Artıq yorulmuşam. Mən nə qədər müraciət etməliyəm? Mənim müraciətlərim nə qədər sizdə yığılmalıdır? Bunlara cavab verin. Sizdən xahiş edirəm. Sizdən tələb edirəm bir vətəndaş kimi. Azərbaycan Respublikasının vətəndaşıyam. Konstitusiyada nəzərdə tutulmuş hər bir vətəndaşın konstitusiyon hüquqları olduğu kimi mənim də hüquqlarım var. Birinci qrup əlilliyimi nəzərə alın. Yaşadığım hansı şəraitdə yaşadığım yerləri nəzərə alın. Bütün hər şeyi yaxşı görün. Bugünkü gündə mənim məktublarıma formal cavab verməklə çalışın, vətəndaşı dövlətdən incik salmayın. Mən cənab prezidentimə yenə də üst tuturam, yenə də deyirəm. Baxın mənim vəziyyətimə, baxın bütün dövlət qurumlarının mənə qarşı göstərdiyi münasibətlərə. Çünki artıq mən bezmişəm. Artıq mən bir vətəndaş kimi bezmişəm. Mən çalışıram ki, başqa dövlətlərə, xarici dövlətlərin prezidentlərindən kömək istəyirəm. Buna yol verməyin. Sizdən qəti xahiş edirəm, tələb edirəm. Çalışın mənim bütün hüquqlarım pozulsun. Mənim bütün əlillik sənədlərim bütün dövlət orqanlarında var. Hamısı ilə də yaxından tanışdılar. Amma çox təəssüflər olsun ki, mənə göndərdikləri formal cavabda əlillik haqqında heç bir ad çəkmirlər. Mənlə sağlam insan kimi davranırlar. Mənim yaşayışımı, mənim qaldığım yeri qiymətləndirmirlər. Unudulmuş bir insan kimi məni bezdirirlər. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim müraciətlərimə adekvat baxılsın, mənim əlilliyim qiymətləndirilsin və mənə formal cavab yox, Ağdam şəhərində bina evində mənzillə mənim təmin olunmağım üçün təcili və təxirə salınmaz tədbirlər görülsün.